Oynaq ağrıları bugün kimi danışdırsam var. Ovaq ağrıyır, əl ağrıyır, bel ağrıyır, boyun ağrıyır, dizlər ağrıyır, ayaqlar ağrıyır. Ağrımayan bir oynaqlar yoxdur da demək olar ki. Elədir, ağrı sindromu ilə yaşayan insanlar çoxdur, amma bu hər ağrı sindromunun oynaq xəstəliyidir deməsi deyil. Bunu biz necə dəyərləndirib, necə bir-birinə fərqləndirəcəyik ağrını? Əgər məsələn gənc bir yaşda insandırsa, bunun oynaq ağrıları hava mövsüm dəyişikliyi ilə, havanın dəyişikliyi ilə baş verirsə və heç bir dərman qəbulu olmadan keçib gedirsə, bu belə deyək, meteohəssas insanlardır. Bunlarda heç bir xəstəlik aşkarlanmır. Meteohəssas olduqları üçün oynaq ətrafındakı yerləşən yumşaq toxumaların belə deyim, havanın nəmliliyinə, rütubətinə, təzyiq fərqinə görə şişməsi, şişkinliyinin çəkilməsi, loro dildə başa düşülsün deyə deyirəm, şişməsi, ödemləşməsi, bunlar normal bir haldır və hava rütubəti düzələndə, havanın təzyiqi düzələndə tam normasına qayıdırlar. Ancaq xəstəliyə gəldiyimizdə artritlə artrozun ağrıları tam fərqlidir. Artroz ağrıları hərəkətlə daha da artan, aqressivləşən ağrılardır. Artrit ağrıları isə səhər saatlarında, səhər tutuqluğu ilə gedən, ancaq hərəkət əsnasında gündüzdən sonra üzü axşama doğru daha da rahatlaşan, biraz xəstəni rahat buraxan ağrılardır. Və yəni bunların əsas ən böyük fərqi hərəkətlə artıb, hərəkətlə azalmasıdır. Yəni bu baxımdan onları biz ayırd edə bilərik. Amma əsas da ayırd etmək üçün mütləq şəkildə bir analizlərdən keçmək lazımdır. Hər halda burada həm qan analizləri rol oynayır, həm də instrumental analizlər. Təbii ki, belədir.